Müasir dövrdə sosial təminat sistemində ən çox müzakirə olunan məsələlərdən biri vəfat etmiş şəxsin pensiya kapitalının taleyi və onun ailə üzvlərinə verilməsi ilə bağlı yaranan suallardır. İnsanlar əmək fəaliyyətləri boyunca topladıqları pensiya kapitalının ölüm halında necə istifadə ediləcəyini, həmin vəsaitin ailə üzvlərinə verilib-verilməyəcəyini və bunun hansı mexanizmlərlə tənzimləndiyini öyrənməyə çalışırlar. Bu mövzu ətrafında formalaşan suallar həm hüquqi mexanizmlərin anlaşılması, həm də sosial müdafiə sisteminə olan etimad baxımından xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə də pensiya kapitalının vərəsəliyi, kimlərə və hansı şərtlərlə ötürülməsi məsələsinin izahı geniş ictimai maraq doğurur. Mövzu ilə bağlı missiyada danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, qanunvericiliyə əsasən vəfat etmiş şəxsin pensiya kapitalı heç bir halda onun miras əmlakı hesab olunmur və bununla bağlı vərəsələrə ödəniş edilir. Mən bir hüquqşünas kimi hesab edirəm ki, qanunvericiliyə bununla bağlı əlavə və düzəlişlər olunmalıdır. Çünki şəxsin hər hansı bir gəlirlərindən tutulan pensiya tutulmaları və formalaşmış pensiya kapitalı mütləq şəkildə şəxsin vəsaitlərindən formalaşdığı üçün birmənalı şəkildə onun miras əmlakı hesab olunur və vərəsələrinin də həmin miras əmlakına haqqı çatır. Hüquqşünas vurğulayıb ki, bu səbəbdən mövcud hüquqi vəziyyətin dəyişdirilməsi məqsədi ilə strateji məhkəmə işləri başlanmalıdır. Hüquqşünaslar bu məsələ ilə bağlı aktiv fazaya keçməlidirlər. Çünki kimsənin əmək haqqısından, gəlirlərindən tutulan pensiya kapitalı başqaları üçün ödəniş predmetinə vasitəsinə çevrilə bilmir. Mən hesab edirəm ki, yaxınları vəfat etmiş şəxslər bununla bağlı məhkəmələrə üst tutmalıdırlar və hüquqşünaslar da bu məsələdə, vəkillər də bu məsələdə həmin vətəndaşlara hüquqi xidmət göstərməlidirlər ki, məhkəmə qaydasında bunu mübahisələndirməklə şəxsin həmin tutulmalarının miras əmlakı formasında qəbul edilməsinə nail olsun. Seyrani Quliyeva, Heydər Həsənli, Missiya TV.